müəyyən edin. Mürəkkəb quruluşlu icra üsullarının öyrədilməsi zamanı texniki elementlərin mənimsənilməsi, təkmilləşdirilməsi məqsədi ilə istifadə olunan hərəkətlər kompleksi. Müəllimlər, açar sözümüz mürəkkəb quruluşludur. Deməli, burada mürəkkəb quruluşlu görsək köməkçi hərəkətlərdir. B variantı. Orqanizmin ümumi fiziki hazırlığını ayrı-ayrı əzələ qruplarını görsək, ayrı-ayrı əzələ qrupları açar sözümüzdür. Təbii ki, ümumşaf hərəkətləri. B variantı. Dərsin məqsədinin reallaşdırılması açar sözümüzdür. Testdə dərsin məqsədinin reallaşdırılmasını görürsə, əsas hərəkətlərə aiddir. Şagirdin dərsdə fərqli fəaliyyətinin təşkili, istiqamətləndirilməsi və tənzimlənməsi üçün tətbiq olunacaq sərəncam və ya əmr formasında. Təbii ki, biz testdə sərəncam və ya əmr forması açar sözümüzdür. Bu, sıra hərəkətləridir. Ayrı-ayrı hərəkət qabiliyyətlərin inkişafına yönəlmiş sözünü görürsə, açar sözümüzdür. Ayrı-ayrı hərəkət qabiliyyətlər xüsusi hərəkətlərin açar sözüdür. D, B, A, C, Y. Baxırıq. D, B, A, C, Y. Doğru cavabımız A.